Bir əməliyyatla 2 sağlamlıq problemi aradan qaldırıldı. Mərkəzi Gömrük Hospitalında uroloji və ginekoloji problem yaşayan qadın pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra edilib. Müayinələr zamanı pasiyentin sidik hissəsində kiçik ölçülü törəmə, eyni zamanda sol yumurtalığında iri ölçülü kist aşkar edilib. Həkimlərin birgə qərarı ilə əməliyyatın eyni vaxtda həyata keçirilməsi planlaşdırılıb. Cərrahi müdaxilə zamanı həm sidik hissəsindəki törəmə, həm də yumurtalıqdakı kista uğurla çıxarılıb. Bu yanaşma pasiyentin 2 ayrı əməliyyata ehtiyac duymamasına, bərpa müddətinin qısalmasına və mümkün risklərin minimuma endirilməsinə imkan yaradıb. Əməliyyatın gedişi və tətbiq olunan cərrahi üsul barədə daha ətraflı Mərkəzi Gömrük Hospitalının mama ginekologiya şöbəsinin rəisi, mama ginekoloq, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova məlumat verib. Qadın 78 yaşında bizə müraciət edir ağrılarla. Biz bu əməliyyatı müştərək etməyə qərar verdik. İlkin olaraq uroloqlar həm sistoskopi, eyni zamanda retroperitoneal sahədən həmin kisti, yəni törəməni çıxartmağa çalışdılar və yəni bu başarı ilə tamamlandı. Ardından qarın boşluğuna daxil olduq. Kistektomiya əməliyyatı icra etdik. Qarında çoxsaylı bitişmələr vardı, onları açdıq. Hal-hazırda əməliyyat bitmiş hesab olunur. Xəstə stabildir. Ümumiyyətlə ginekologiyada əsasən birinci simptomlar ağrı olur, qanaxmalar olur, menstrual düzənsizliklər olur. Əsasən bu şikayətlər olduqda həkimə mütləq müraciət eləmək lazımdır. Ümumiyyətlə bütün qadınlara məsləhətim ondan ibarətdir ki, ildə heç olmasa, yəni bir dəfə də olsa, yəni öz həkimə əslində 6 aydan bir olsa daha yaxşı olar. Amma vaxt olmur, yəni çoxlu problemlərimiz var, qayğılarımız var, amma nə olur olsun ildə bir dəfə ginekoloq mütəxəssisə müraciət eləsinlər. Mütəxəssisin sözlərinə görə həm sidik hissəsində yaranan törəmələr, həm də yumurtalıq kistaları ilkin mərhələdə ciddi əlamətlər verməyə bilər. Buna görə də vaxtaşırı uroloji və ginekoloji müayinələrdən keçmək tövsiyə edilir. Erkən diaqnostika xəstəliklərin uğurlu müalicəsində əsas amillərdən biri hesab olunur.